Niyə plan B nəticəni dağıdır? Əgər sən özün-özünə deyirsənsə, ya alınmazsa, bu şey alınmarsa, onda plan B. Sən əvvəlcədən məqsədinin, arzuvun reallaşmaması ilə razılaşırsan. Sənin plan B-yi şuuraltı belə oxuyur. Özünü çox yormağa ehtiyac yoxdur. Bu həyatı vacib deyil. Plan A həyatı vacib bir şey deyil. Ehtiyat çıxışı var və bu plan B sənin niyyətin, arzuvun enerjisini dağıdır. Niyyət necə işləyir? Niyyət odur ki, yalnız bir variant var. Alternativsiz bir variant. Variant B-siz bir variant. Geri dönüşsüz. Niyyət odur ki, geri dönməmək. Yaxşı, onda beləsiz. Niyyət budur. Niyyət belə işləyir. Əgər biznes alınmarsa gedib işləyərəm. Yox, belə olmamalıdır. Yalnız öz biznesim olacaq. Öz biznesimi quracaq. Əgər ideal olmasa, onda heç olmasa biri. Xeyr, yalnız seçdiyin variant. İdeal variant. Əgər sağalmaramsa, onda dözərəm. Xeyr, sağalacam. Vəsə. Və nöqtə. Sərt qayda. Plan B yoxdur. Son çarə yoxdur. Reallığa güzəşt yoxdur. Yalnız seçilmiş variant və başqa heç nə.